Onda Başlat. 3, 2, 1. Bir daha bir giriş eləyim müəllim. Cingirey, cingirey, qara gözlü cingirey, uğruna saralıb soldum cingirey. Cingirey, cingirey, qara gözlü cingirey müəllim. Bana verin. Mesela Hə, Kürən cingireydi. olsun da müəllim, saçı ilə bağlı bir şey demədik. Hə. Hamıya salam. Plagiat kanalının və xüsusilə Sinə Dəftər verilişinin izləyiciləri. Bu gün də yanımda Sahib Ağsaç və mən həmişəki aparıcınız Qəhrəman Qarasaç sizinləyəm. Amma ki Sahib abi də bu gün saçının ağlarını biraz qaraldıb. Yəni bizə danışmaq istəyirsən proseslərdən necə yaşandı bu? Birdən-birə olmadı deyir. Oturdu birdən-birə olmadı deyir. Quşdan söhbət edin. Akşam oturmuşduq söhbət edir. Nəysə birdən fikrim çöndü. Uzun müddətdir beynimdə var idi zaten. Prosta biraz tərəddüd edirdim amma sonra demək olar ki 1 ilə yaxın əslində eləyirəm də. Tam sənə yayımlara qismət olmuş. Yəni Qəşəng. sənə yayım müddətində artıq yenidən ağarmış vidində olduğu üçün. Kommentlərdə yazın, Sahib Ağsaçın saçını ağ mı görmək istəyirsiniz, yoxsa qara mı? Ona görə, yəni biz də seçək, yəni. Bu gün də abi Shirohige ilə Kurohige olaraq yığışmışıq, yəni. Amma Spider-Man bunun dəxli yoxdur təbii ki, yəni. One Piece bu gün danışmayacağıq. Yetər artıq. One Piece'dən nə qədər danışsaq az olsa da bugün danışmayacağıq. Abi Spider-Man Brand New Day. Birincisi müəllim, gəl sənə bir sualla başladım. Bu Spider-Man'in deyəsən 6-cı filmi. Amma Spider-Man filmləri arasında 4-cü filmdir artıq. Tom Holland'ın ümumiyyətlə Spider-Man'ları götürsə, yəni onu neçənci filmində ala bu, yəni 9-cu filmdir. Əgər 90'lara və ondan da əvvəlinə falan keçsək, yəni boş ver day. Tom Holland'ın 6-cı filmdir abi. Tom Holland'ın qısaçları da nəzərə alırsan. Hə də müəllim, hamısını. Tom Holland'la 6-cı Spider-Man filmidir bu. Bəli. Hə. Və 7-ci də olacaq. Və abi Brand New Day filmi ilə artıq bunu göstərmək istəyir ki, bu ilk üçlü bitdi, bu yeni üçlünün ilk filmidir deyə bir şey. Səncə yeni üçlünün ilk filmi olaraq bu film səni nə dərəcə qane elədi? Mənə belə deyim də, birinci 3 film tempi qaldırırdı. İndi o elə bir balaca aşağı eniş olur. Sonra yenidən qalxmağa doğru başlamalıdır. Elə bir şey. Mən elə başa düşürəm. Ona görə 3 qədər olmasa da 4 yaxşı film. Yəni ən azından mənə elə gəlir ki 2 qədər var idi. İkinci hissə qədər. İkinci hissəni o qədər bəyənməmişdim aslında deyim, film olaraq. Amma 2 də pis deyildi. Yəni bu 2-dən yaxşı idi, amma 3-dən zəif idi, belə deyim. Okey müəllim, mən səni başa düşdüm. Abi mən bu filmlə bağlı yəni mən bu filmlə bağlı açıq danışacağam. İndi bir dənə düşünürüm bir sözü var. İndi bilməm hansıdır. Kommentdə yazarsınız əgər bilənləriniz varsa. Bəlkə mən də bildim. Kişi deyir ki, biz birinci bir şeyə nifrət eləyirik və ya sevirik. Sonra onu məntiq çərçivəsində otuzdurmağa çalışırıq ki, niyə sevirik, niyə nifrət eləyirik də film bir şey. Yəni mən bu filmi sevmədim abi. Damardan bir yerdən sevmədim də mən bu filmi qardaş, yəni. Sevdirə bilmədilər bu. Hə, mən bu filmə baxdım, getdim kinoteatrda baxdım. Filmin yarısında hətta yuxuladım biraz, yəni. Sonra durdum ki, yəni sinemadan ayrılanda belə içimdə bir şeylə, bir boşluqla çıxdım ki, yəni bu mən nə gəldim bura. Hə, də mənə o 2 saat, 3 saat nə qədər istəsə, onu qaytarında, yəni ki, mən bu filmdən istədiyimi ala bilmədim. Yəni nə istəyirdim onu da bilmirəm. Amma mən bu filmi sevmədim abi. Başdan bunu demək istəyirəm. Yəni səbəblərini indi yavaş-yavaş indi dediyim kimi sonradan indi rasionalizə elədiyim səbəbləri deyəcəm. Amma yəni bir intrinzik olaraq, yəni ki, bir şeydən bir necə təbii olaraq mən bu filmi sevmədim yəni. Hə. Və mən internetdə də gördüm ki, həqiqətən mənim kimi çox adam var. İnsanlar 2 yerə bölünüb. Yarısı çox seviblər, yarısı nifrət ediblər filmə. Mən filmə nifrət eləmədim birincisi. Filmdə nifrət elədiyim qərarlar var. Yəni ki, ssenaristin verdiyi qərarlar, rejissorun verdiyi, həqiqətən nifrət elədiyim qərarlar var. Amma ki, filmin özünə nifrət eləmədim mən.
Hə. Maraqlı. Gəl yavaş-yavaş sən başlayaq müəllim. Aha. Birincisi, Spoiler verəcəyimizi xəbərdarlığını. spoiler verəcəyimizi da spoiler yazmışam. Ha, yazmısan. Da hər şey onları bilmirəm də. Allah sən yazmısansa okey. Yəni ki, bax, birincisi 5 dənə hissiyatın, yəni ki, hamısına xitab eləmişəm, yazmışam, düzdür? Bura vizual olaraq qoymuşam. Ondan sonra da deyək ki, bu filmdə spoiler var. Yəni o artıq eşitdiniz. Da niyə gəlib sizə daddıraq da əlimizi də. Nəyə bilərik ya bundan artıq da. Duyğu orqanlarının hamısı ilə 5-ci. Da gəlib yəni toxunum ki, spoiler var falan da. Yəni Spider-Man o verilişləri eləmisənsə okey. Bəli. Belə konkret belə sualın varsa mənə ki, sən film haqqında nə bilim filan şey elə bir şey varsa sən onu ver, o üzərindən gedin. İstəyirsən mən ümumi danışım ya da. Gəl birinci tərifləyək abi. Gəl birinci təriflənməsi olan yerləri tərifləyək. Mən bu filmdən xüsusilə fraqmanlarına baxanda bu CGI tərəfdən mən heç gözləntim yox idi bu filmdən. Amma ki filmə gedəndə xüsusən mən IMAX-ə falan getmədim. Yəni heç mən IMAX-də var idi, yox idi film. Yəni IMAX-də mən də eşitmədim, məncə yox idi. Mən 2D getdim, baxdım abi. Ha, mən də 2D. 2D eynəklə 3D idi də desən, 3D saat. 3D gedib baxmışam. Mən bu filmə getdim, 2D baxdım və izlədiyim şeylər, ekranda gördüyüm görüntü məni qane elədi şəxsən yəni. Yəni şey bir Black Panther faciəsi değildi bu arada yəni. O başını buraxır. Hə. Mən filmə baxdım mən də. Yəni filmi belə deyim də. Orada 2 dənə məsələn dialoqlar falan hissə var ki, ikisində də yanılmıramsa Zendaya ilə olan dialoqları idi. Onlar o biraz həm uzun idi. O çıxa bilən mənə gəlir ki, sən həmin o dialoqların birində yatmısan. 100%. Yo, mən gələk deyəcəm arada yatmışam mən sənə. Hə. Amma mən o hissələri mən filmə baxanda həmişə xoşlayıram ki, dialoqlar falan o çox adam məsələn necə eləyir? Filmə baxır, ya action hissəsinə, ya nə bilim döyüşlərə, ya nə vizual görüntüyə falan. Yəni kadr bir dənə adamda məsələn köklənəndə, onun danışığına, onun sözlərinə zada görüntü o maksimum onun 3-4 saniyə, 7 saniyə falan, yəni onu anlayır da. O bir 10 saniyədən sonra başını buraxır o nə danışır, nə falan. Hə. Görüntü dəyişmirsə, əgər başını buraxır, orada o istəyir 1000 dənə ağıllı kəlam desin, Sokratlıq eləsin falan. Yəni o şey eləməyəcək. Yəni sən bir söz deyim. Hə. Mən əksinə bu filmdə Zendayanı bəyəndim. Yox, mən də bəyənmişəm. Yəni mən bəyənməməkdən danışmıram. Mən bu filmdə Zendayanı Jean Grey'dən daha çox bəyəndim yəni. Mən o şeyə gətirmək istəyirəm söhbətimi ki, yəni o dialoqlara baxmağı xoşlayıram və görmək istəyirəm ki, orada nə baş verir? Ümumiyyətlə bu mənalı bir söhbətdir, mənalı bir dialoqdur və görürdüm ki, həqiqətən mənalı bir dialoqdur və o heç də yəni sıxıcı bir şey deyildi yəni. Yəni çoxuna sıxıcı gələ bilər bəlkə də, amma mən heç sıxılmadım. Məni qane elədi, tətmin elədi, sənin sözündən də deyək və yaxud da. Başım, yəni, sonra halkla olan döyüş səhnələri, o çox xoşuma gəldi, halkın ümumiyyətlə beyninə girmək falan. Onu da bəyəndim. Berin Trall'la aktyorun adı Berin Trall. John Bertnall. John Bertnall. Bert, nəsə. Punisher. Cəzalandırıcı bizim dildə desək. Nə punishirsən biraz? Nə Punisher, hə. Cəzalandırıcı ilə olan münasibət biraz qəfil açıldı, amma o da yəni qəşəng idi falan. Prosta o şeyi yox idi onun. Orada ancaq dialoqla verir ki, falan yerdə mən səni xilas eləmişəm. Mən bilmirəm, bəlkə Punisher'in son filmində, serialının son filmi çıxdı axı, bir 40 dəqiqəlik bir bölüm çəkdilər Spider-Man-dən öncə. Baxmısan mı ona yoxsa yox? Mən baxmamışam. Yox, mən də baxmamışam abi. Orada bilmirəm Spider-Man görünüb, görünməyib falan. Yəni burada elə bir şey, orada pastayanla bir dənə yerin adını çəkdilər. Bir isə mənəyə xatırlatdı. Mənə elə gəlir ki, həmin trükü burada da təkrarlamaq istəyirlər. Qısaçılarda Romanova Natasha ilə Hawkeye həmişə deyirlər ki,
şeydə olduğu kimi, Belqradda olduğu kimi belə aralarında bir söhbət keçir. Burada da həmin o dialoq, o taktiki gördüm ki, yəni davamlı elə bir onun o sözlə verirlər. Falan yerdə səni xilas eləmişəm. Adi besidə deyib bir dəfə məni xilas eləmişsən, hər dəfə özümə vuracaqsan. Yəni davamlı bu söhbətlər təkrarlanır. Fikir verirdin, 3 dəfə o getdi. Yəni mən fikir verdim buna abi. Hə. Yəni 3 dəfə o söhbət getdi, amma biz həmin o hissəni, orada ümumiyyətlə nə olduğunu falan bilmirik. Mən elə ki, gələcəkdə necə ki bu Romanovla Hawkeye'nin söhbəti açılmadı. Onu biz görmədik Belqradda nə baş verib o vaxtı. Amma yenə də o dialoqlarla açdılar, nə açıblarsa. Yəni vizual olaraq biz onu görməmişik. Bu söhbət də elə qalacaq dialoqlarda. Abi mən həqiqətən bu filmdə Punisher'ın varlığını heç bir məntiq çərçivəsində oturtura bilmədim. Yəni, niyə var da burada? Punisher bu filmdə niyə var? Yəni ki, Spider-Man, yəni bu filmdə, okey. Spider-Man bu filmdə niyə var? Çünki Spider-Man filmidir. Amma ki Spider-Man'in öz filmində, yəni ki, öz filmindəki hekayədə varlığı bir yan karakter kimi bir şeydir, yəni. Çünki əsas filmdə mövzu nədir? Jean Grey'in bacısını uğradılar. Jean Grey bacısını axtardı. Jean Grey bacısını axtararkən şəhəri, yəni pis bir söz deyəcəm. Şəhərin anasını ağlatdı. Yəni amma ki bunlar yaşanarkən də Spider-Man və Punisher onu durdurmağa çalışdılar. Yelena da orada çimir ki bu Avengers level threat deyil. Yəni ki bu balaca potatodur. Yəni ki o tərəfdə Jean Grey amma halkın zehninə elə. Yəni bundan böyük sən threat nə istəyirsən qardaş? Mən başa düşmürəm nəyə. Yəni mən bölüblər orada onlar. New York ancaq Spider-Man baxır, nə bilim biz ancaq global. Abi yox, eşitdin də nə deyir? Deyir ki, bu Avengers level təhlükə deyil. Yəni bir tərəfdən, amma bir tərəfdən yəni bütün şəhərin zehnini ələ keçirdən, yəni hamını istədiyi kimi işlədə bilən, yəni izini də sürə bilmirsən kimdir. Spider-Man belə axırda deyir ki, tamam da sən uddun yəni ki, mən çıxdım bu işin içindən falan. Yəni təsəvvür elə halkı yəni ki Avengers'da Mark Ruffalo halkı üzə çıxarda bilməmişdi yəni. Yəni Bruce Banner halkı üzə çıxardamamışdı Thanos'un qarşısında. Başa düşdün? Bu qız halkı çıxartdı üzədə. Sən daha nə onun açıqlaması var idi bu arada. Bilirdin onu? Nə? Halkın üzə çıxmamağının səbəbi. Qorxur. Thanos'dan. Amma ona halk kimi baxır. Bruce Banner kimi daha doğrusu baxır. O da acıq edir ki, mən Bruce Banner deyiləm də, mən halkam. Yəni mən onun açıqlaması o idi ki, o halk olduğu üçün, onu çağırmadığı üçün, onu da Thor filmində biz görürük. Ragnarok'da. Hə. Yəni ki, Bruce yoxdur, Banner yoxdur, mən halkam yəni. Abi o vəbşi ayrıca bir qatıqlıqdır. Yəni bu filmdə halkın çıxmağı sadəcə, yəni ki, bir binanın içində döyüşdülər, sonra da ki, yəni halk düşdü yerə, nəsə bir şey, yəni ki. Yox, o şey var. Zatlarda, komikslərdə, əgər düz xatırlayıramsa, belə bir şey var idi. Spider-Man'i yeganə xatırlayan halkdır. Çünki halk həmin o Strange o cadını eləyəndə, sehr eləyəndə, hamını yaddaşı etsin. Halk yox idi, üzdə yox idi. Banner üzdə idi. Halk içdə yatdığı üçün onun yaddaşından silinmir Spider. O komiksdəndir. Doctor Stranger belə halkı adam yerinə saymıyor bu arada, yəni ki. Yox, cadının o anda elə bir ki şəxsiyyət olur. İki şəxsiyyət hesab eləsə, yəni o şəxsiyyət içərdə idi də, o yox idi belə. Gəl düşünək abi, Marvel'da başqa iki şəxsiyyət olan heç kim yoxdur məsələn. Vay, nə yoxdur? Elə Sentry var, elə. Onda Ant-Man-də xatırlamalıdır. Çünki Ant-Man-də Quantum levelində idi həmin şey. Quantum Mania nələrsə eləyirdilər. Hətta Ant-Man yox. Bu axı Avengers Spider-Man 3 filmi Endgame-dən sonra çıxdı. Yox, mən abi Quantum Mania'da təzədən Quantum level'a qayıdırlar da bunlar. Qayıdırlar, qalib gəlib təzədən bu şey orada qalmırlar ki, bir 5-6 il falan. Eyni zamana qayıdırlar. Faktiki amma sən bizə nə deyirəm müəllim? Thanos dedim, eyni barmağını baş vermir hadisələr. Thanos snap eləyəndə, yəni ki, dünyanın yarısı yoxa çıxır, tamammı? O Quantum Mania'da deyil. Quantum Mania başqa şey deyirəm. Sonra başqa şey deyirəm abi. Amma ki, indi bu o bəxtəvər 50%-ə düşür o Scott. Yoxsa yəni ki, quant şeyində, kainatında o qaydalar işləmir deyə ona iş olmur məsələn. Onun veriblər şeyini. Açıqlamasını.
o filmdə verib də onun açıqlamasını da 5 saat orada vaxt keçirib o. Oradakı zaman axını başqa olduğu üçün orada yaşadığı 5 saat bizim zamanla elə ki 5 ilə bərabər olur. Demək ki, onda o kuantum aləmində olsa, o şey eləyəndə o Həmin həmin ərəfədə olsa olsaydı, xatırlayacaq. ola bilər. Hə, görək indi çıxanda biləcək onu. Görək xatırlayır, xatırlamır. Ya məsələn biz oradan onun çıxıb çıxmadığını bu ümumiyyətlə Spider-Man-in bu filmi ilə o hadisə arasında aylar, günlər fərqi var. Ya, sən bilirsən Quantum Mania ilə Spider-Man-in Brand New Day arasında nə qədər fərq var? O kronologiyası var idi. Mən onu dəqiq deyəmirəm. Mən bilmirəm. Nəsə abi çox geek tərəfə getdi indi. Gəl oradan çıxaq biraz. O geeklərin videosundan falan mən onu görmüşəm deyənə deyirəm yəni ki. Ki orada sıralayır da. Ragnarok nə biləm falan bir vaxt olub, bu vaxt olub, nə belə bir şey. Abi filmlərdə tarix zad verir. Abi Punisher'dan çox, yəni ki, düzdür. Yəni Punisher'ın orada tək rolu şeydə, o Peter Parker xəstəxanadan qaçanda orada maskanı geyinib otistik hərəkətlər eləsin falan. Yəni təkcə yox, mən onu deməzdim. Punisher'ın rolu orada az da olsa, belə deyim, ümumi anlamda soruşsan, sənə haqq qazandıra bilərəm. Çünki bunun burada nə işi var idi də vəbşədə. Yəni olmağı vacib idi. Ondan daha belə başqa personajlar yox idimi daha belə Spider-Man-ə yaxın dərinlə düşünsək, bəlkə də var idi. İndi mən ağlıma gəlmir də belə. Amma orada var olmağının indi belə deyək də bir işə yaradı. Nədə işə yaradı? Məsələn Zendaya-nı apardı onun yanına qoydu. MJ-də belə deyək. Onun yanında qoydu. MJ-yə o məktubun görünməsini Punisher sağladı. Yəni Punisher əslində məktubu oğlan oradan götürüb qoymuşdu başqa yerə. Punisher amma onu ortaya qoymuşdu ki, MJ gəlib onu görmüşdü. Yəni bilsin bu kimdir. Öz aralarında yəni bu proses həll olunsun, bitsin. Bildim abi. Orada misal üçün danışır deyə bir adam olsaydı, yəni hamısını eləyərdi. Başa düşdün? Sırf yəni sən Punisher'ı götürüb qoyursan, bu hekayədə Punisher'ın abi çox da rolu yox idi, yəni. Şey rolu var idi, sadəcə yəni super qəhrəman kimi bir rolu yox idi. Yəni Peter Parker'ın bir dostu, Spider-Man'in bir dostu kimi. Elə bir şey. O olmalıydı. Çünki biz həmişə Spider-Man filmlərində nə görmüşük? Neddir bunun dostu, MJ'dir bunun dostu. Düzdür? Bir yerdə, bir qrupunda. Flash, Zad, o bir uşaqlar məktəbdən falan. İndi hamısı dağılışıb. MJ ilə Ned onu unudub. Bu adamın yeni bir kurgu olmalı. Onlar da iş belə deyir, işdən başqa nə işin var da sən, yəni bir şəxsi həyatın da olmalıdır. Şəxsi həyatı elə ki iş həyatının şəxsi həyat kimi. Sən də deyirsən ki, indi yəni ki Spider-Man-lə eyni konumda olan, məsələn, tək qalmış, heç kim olmayan Punisher var. Bunlar ikisi bir-birini tapıblar kimi. Elə bir karakter. Elə bir şey. Yəni story narrativi açısından ola bilər də, amma ki yəni Punisher da deyil də qardaş, yəni karakter olaraq bu hekayənin parçası olacaq adam. Məsələn, Daredevil desən, başa düşərəm Daredevil. Daredevil oldu da zaten. 3-də gördük də biz onu. Yox. Var, məsələn, sən 3 yadından çıxıb, Daredevil orada var idi. Abi var idi, prosta yəni ki Daredevil daha çox səhnəsi var imiş. Onların hamısını sildilər sonradan. Yəni sonda döyüşə falan maskasını geyib döyüşə falan gəlmir də abi. Düzümə gəlməsə də, yəni amma onun orada olmağın, yəni ki belə deyim də, onun orada olmağına ehtiyac da yox idi. Çox o qədər. Yəni əgər dərində qalsa, yəni burada Punisher'dan çox onun orada olmağının yeri yox idi belə deyim. Çünki o orada bir dənə vəkil kimi gəlir, çıxır söhbətdən. Tardı getdi. Orada əsas kök, diqqət mərkəzdə Andrew Garfield idi, Tobey Maguire. Abi ta orası heç şey, yəni sən dedin ki Daredevil var. Daredevil yox idi. Matt Murdock var idi. Başa düşdün orada bir karakter kimi. Daredevil olaraq yox idi orada. Nəysə abi, onu boş ver də. Bunun indi maskası yoxdur, yəni bunu niyə? Gəl qaydaq indi Yelenaya bura. Sən indi şeydir. Yelena'nın qəşəng oxusu var bu arada. Abi sən Yelena'nın orada indi mən də sənə bir şey deyəcəm. Mən çox əsəbləşdim o Yelena'ya deyib bir dənə hərəkətə. Yəni görüm sən də eynicə fikirləşəsən mənlə, brat. Yelena oturub orada Spider-Man-ə belə hava atmaq üçün, yəni ki, biz Avengers-ıq. Biz Avengers level threat-lərlə məşğuluq falan. Yəni sən küçədə nəsə belə, yəni abi, mən normalda bunu fikirləşməmişdim əslində. Bunlar yadındadır necə Avengers oldular. Baxmışdın Thunderbolts-a. Abi, normalda o qadının da adını da unuttun.
O qadın bunları göndərir ki, hamısı bir-birini öldürsünlər. Və onun planı səhv olur deyə, səhv işləyir deyə. Özünü, yəni rəsmən özünü xilas eləmək üçün bunları Avengers elan edir. Başa düşdün, yəni. Bunlar belə yoxsa Nick Fury'nin o vaxtdakı kimi ən güclüləri tapım, yəni. Bunları bir komanda yığım Avengers eləyim deyil. Başa düşdün bunların. O prosta yəni ki, o qadın özünü xilas eləmək üçün dedi ki, siz də yeni Avengers'sınız kimi bir şey oldu, yəni. Əgər Nick Fury kimi bir adam həqiqətən çıxıb, yəni desə ki, indi də mən ən güclüləri yığıb Avengers eləyəcəm. Yəni Yelena o listə heç yəni listin axırında olar yəni. Başa düşdün? Ya ona qalsa Natasha ilə Yelena arasında nə qədər fərq var ki? Abi amma məsələ eyni gücdədir. Yo, məsələ amma onu ən güclüsü kimi komandaya qatdı. Elə deyil axı abi. O vaxt kim var idi? Başqa adam yox idi. Başa düşdün? Okey. İndi də kvota boş idi. Bu dəqiqə çoxdur amma. Bu dəqiqə çox da razıyam. Çoxdur, amma şey məsələsi var. Yəni Yelena'nın indi birdən-birə elə olsa da, Avengers olsa da, yəni yeni Avengers olsa da belə deyək. O xarakteri odur da, yəni. Yəni sən ondan sən başqa şey gözləyə bilməzsən. Ondan risk edir Natasha kimi ciddi məsuliyyətli bir agent hərəkətləri. Abi ciddiyyət, məsuliyyət söhbəti deyil qardaşım. Sən kim köpəksən ki, gəlib yəni. Adam Thanos'a qarşı döyüşüb hala. Sən nə eləmisən? Bildim, adi bir dənə misal gətir. Gedirsən hansısa məhəllənin, məsələn, binanın altında belə deyil, binaya girirsən, orada mühafizə çıxır ki, sən kimsən, bura niyə gəlmisən, neçənci mərtəbəyə gəlmisən. Belə, yəni nə qədər sənə vəzifə bir damcı deyib verirlər, sən bir o qədər egon şişir də. Yəni Yelena da onu yaşayır. Şey də abi, indi mən də izləyici olaraq qaçır yəni. Abi mən də izləyici olaraq deyərəm ki, sən onda halkı qucaqlayıb, yəni ki, şeydə halkı da gəlib qucaqlayıb sakitləşdirə bilməyəcəyinə görə, yəni bilsən də Thunderbolt'da necə udmuşdular. Qucaqlayıb udmuşdu. Halkı da gəlib qucaqlayıb uda bilməyəsən deyə, yəni ki, Spider-Man məcbur döyməlidir onu, yəni. Get, nəysə indi. Get işinlə məşğul ol. Go to the kitchen, please. Get kunada yeməyi bişir. Yəni ya Yelena'nın hər şeyi qoyuram kənara, Yelena'nın ofisi mənə ləzzət edir. Abi Yelena'nın ofisində mən yaşayaram ya, işləyərəm. Yelena'nın vakansiya varsa gedərəm, o heç abi yəni ki. Mən alçalda bilər bütün gün. Ya, elə şey yoxdur yəni ki. Biz də özümüzə görə yəni iş görürük burada. Ciddi olaq, biraz ciddi olaq. Nəysə. Abi dediyim kimi, yəni mən indi bu karakteri belə eləməyi mənə ləzzət eləmədi. Ondan da əlavə Punisher'ın da, yəni mən artıq abi Punisher'ı mən bilmirəm abi. Punisher əvvəldən elə idi, mənim gözümdən qaçmışdı. Punisher niyə görə belə eləyib yəni ki, belə öküz kimi qışqıra yəni. Elə idi. Əvvəldən elə idi. Yoxsa indidən qocalıb, ya üzünə botoks eləyib, bilməm nəsə bir qəribəlik var bu adamda. Mən ciddi alamıram o eləyəndə, gülməyim tutur. Ya onun öz serialına baxsan, öz serialı daha belə darkdır da. İndi bilmirəm, baxmısan yəqin ki. Baxmışam abi. Mən Punisher 1-ci sezon, Punisher 2-ci sezon, Daredevil bütün səhnələri falan hamısına baxmışam ondan. Mən birin o şeyindən, yəni o sıxıcı dialoqlarından, hərəkətlərindən heç bitirə bilməmişəm, açığı deyim. Düzdür. Hekayə maraqlı, hekayə personaj olaraq maraqlıdır, yəni. Dosto irəliləyiş görmürəm. Çox sönük gedirdi mənim üçün. Onu mən axı amma personajın özünün o elə sən deyəndə onu öldürüm, bunu vururum, bunu atım. Ya o orada da var. Yəni burada da yəni o xətti saxlayıb. Prosta burada fərqli olan nədir? Spider-Man'in daha həm komik tərəfi var, güldürən tərəfi var. Ona görə də avtomatik bir var ki, sən Spider-Man'ə Punisher'ə uyğunlaşdırırsan. Bir var ki, məcbursan əgər Spider-Man filmi etsə, Punisher'i Spider-Man'in belə deyək, filmlərinə uyğunlaşdırırsan. Abi yenə indi ağzımı açır da. Ya One Piece-dir qardaşım, bu Luffy-dir, bu ətrafındakı hamını şey eləyir belə, meyvəsini açıb hamı məzələndir falan. Bu da film əgər kimdəndirsə, yəni onu şey, amma şeydə xarakterdən çıxmamaq şərti ilə də sən Punisher'in filmində Spider-Man'a görsən, Spider-Man orada dark gələcəksən. Halbuki Spider-Man belə deyim də xarakterindən kənara çıxmır. Sadəcə o filmin estetikası olur, sənə onun o tərəfini göstərir. Burada da komik tərəfdir deyənə. Bu Spider-Man'in dünyasından sən Punisher'in hərəkətlərinə baxanda sənə gülməli gəlir. Bu burada niyə beləsinə
şeydə bu ciddi personajdır. Yəni burada niyə belə görsən? Bu janrın estetikası Çox abi söhbətidir. ADHD brain çox pis nə yadıma düşür. Bir də Leyla ilə Mecnundan Behzat Ç'nin şeyi var idi. Ortaq bölümü var idi. Heç bilirsənsə əgər. Var. Yəni, yəni ki bu dəqiqə sən deyirsən ki, biri qaranlıqdır, biri gülməlidir falan. Yəni ikisinin ortaq, yəni mən o gəldi. O Leyla ilə Mecnun karakterləri Behzat Ç'də yəni. O pikidir, absurdun pikidir. Bu biraz nisbətən belə deyək, absurd olmadan şəkildə yer etmək də belə deyək, soxuşdurma. Çox əlaqəsiz bir şeydi. Elə bir şey niyə var idi ala? Tamam, Leyla ilə Mecnun'un içində tamam gülməli idi də, amma eyni səhnələr Behzat Ç'nin içində də var idi. O qaranlıq tonda göstərirdilər belə, gəlib oturublar belə. Aksakallı dədə falan gəlib. Nə bilim abi, heç yəni başa hələ Qutlar Vadisi də var idi şeydə. Qutlar Vadisi Pusunun o vaxt bir serial var idi. Halil İbrahim Sofrası. Hə. Bir ara çox məşhur idi. O serialla paralel Qutlar Vadisi zad gedirdi. Ersoy Ulubəy söhbətləri zad gedirdi paraleldə Qutlar Vadisinin. Orada bu bərbər olur bunlar. İki dost olurlar. Halil İbrahimlə onun şəriki. Bunların şeyinə birinə Polad gəlir, bunun birinin dükanına. O birinin dükanına da şey gəlir. Ersoy Ulubəy gəlir. Bu gedir ona orada Polad Alemdar'a çatdırır ki, ve şeydir də Ersoy Ulubəy mənim deyib şeyimdədir deyir. Öldürmək istəsən gəl öldür zar. Nə da? Niyə da? Niyə? Amma orada şeye bağlamışıq, biz aktyoruq da, yəni biz filmdə elə oynayacağıq. Orada onu da deyirlər axırda. Yəni şey deyil. Bu sefer sizinlə zarafatlaşmaq istədik. O da qayıdıb deyir, biz də aktyoruq da, film niyə yandırırsan ki? Çox qəribə. Heç nə, mənim qayıdaq Spider-Man-ə. Yes, o çox aralaşdıq, ola bir anda. Hə, brother, birdən-birə Halil İbrahim Sofrası, Qurtlar Vadisi, Polat Alemdar ya. Leyla Mecnun. Abi, dediyim kimi, ya bu Punisher'dan canımızı qutara, ayrılaq Punisher'dan yəni. Ayrılaq. Keçək Jingreyə. Jingre. Jin kimi qızdı da, niyə onu bəyənmirsən? Abi, gəl sənə belə deyim də, Jingre filmin ortasına qədər çox badass. Həqiqətən də yəni ki, Spider-Man-in abi o səhnə, bir dənə səhnə var idi abi. MJ ilə öpüşdükləri səhnə. Orada yəni orada mən heç gözləmirdim o Jingreyə çıxmağını. Birdən-birə Jingreyə çıxanda konkret şey dedim ki, yəni sənin mən dedim belə başladım söyməyə də orada başa düşdün dedim ki, sən dedim nə adam sağla sən belə yəni ki. Ya mən orada onu gözlədim. Mən dedim ki, ya burada nəsə bir tərslik var. Burada bir tərslik var, amma dur bakalım deyə tüklər demişdi. Dur bakalım, görək axıra qədər şey olacaq. Gördüm ki, ola yox, hələ doğru gedir, o axırda təzədən o öpüşmə zəsələ, hə, Jingreyəm lan. Abi, ya nə bilim ola. Ya bu yapılırmı lan? Bu şərəfsizlikdir konkret. Amma ki William olanda belə olursan. Amma ondan da qabaq sən düşün abi, yəni. Bu adam tankla şəhərin ortasında nə qədər yəni cinayətə yol açdı. Az qalsın bir dənə uşaq ölürdü. Düzdür? Spider-Man xilas eləməsəydi onu. Jingray onu düşünmüşdü ki, Spider-Man xilas eləyəcək onu ki, o uşağı yəni yox. Hazır idi öldürməyə. Düzdür? Jingray onsuz da elə personajdır. O beyni çönəndə o baxmır onsuz da. Kimsə o filmlərinə baxsan, komikslərə bax. Yəni o elə bir personajdır. Onun ayağını tapdalamadı, elə bir. Yəni da sevdiyinə zada əl vurma yəni. Beyni çöndü, fişo ya, hamını sikər. Girir abi bir dənə yerə nəvim, orada nə qədər adamı partladır falan, yəni ki, hamının içindən girir, belə çıxır, başa düşdün yəni ki, cəmaatı. Bu arada bu Jingray hələ X-Men-ə zada qoşulmayıb ha, yəni. Hələ sıfırdır. Yəni X-Men-ə zada hələ qoşulandan sonra bu o şeyləri nəzərə alır. Uşaqlar, böyük var, kiçik var, insanları qorumaq lazımdır. Hə abi. O şeylər hələ yoxdur bunda. Olsun, olmasın fərqi yoxdur da qardaşım. Sən terroristsən, başa düşdün?
Hə. Yəni sən terroristsən də bura. Yəni indi Spider-Man-in əslində mən orada Punisher-ın yəni ki elədiyi şeyi daha çox dəstəkləyirəm də qardaşım. Bu adam terror əsdirir, başa düşdün? Uşaq öldürəcək orada. Yəni bir şey deyim. Hə. Punisher gedəcəkdi ora. Onu öldürməyə. İçindən bir yaşlı qadın çıxacaqdı. Onu öldürmək istəyəcəkdi, girəcəkdi onun bədənindən. Hə. Onu idarə eləyəcəkdi. Onu idarə eləyə şey eləyəcəkdi, nə də o. Bu səfər də Punisher-in idarəsi ilə gedib girib dağıdacaqdı ora. Abi bilmə, yəni məntiqən yəni ki zaten tupoydu bu adam yəni. Amma mən indi bunun ədalət anlayışından danışıram da burada. Yəni məntiqən tupoydu zaten yəni Punisher. Ya ədalət nə ədalət gözləyirsən burada? Ədalət anlayışı yoxdur deyirəm də bunda. Punisher-da var abi yəni. Ya Punisher-in ədalət anlayışı bilirsən də necədir də? Hə. Yəni o ədalət anlayışı ilə getsə, deyirəm də axırı belə olacaq. Bunu da nəzərə alın. Mən də onu deyirəm ki, Punisher zaten tupoydu yəni ki. Hə. Amma ki bunun ədalət anlayışı ilə əslində yəni ki, bu adam əslində düz deyir. Nəyə görə? Çünki sonda yəni ki, nə yaşanır orada yəni ki, Spider-Man gedir Jean Grey-yə deyir ki, mən də sənin bacın ölüb, mən də sənin bir qardaşın. Yəni niyə də ala yəni ki? Ya konkret bu belə qutarır film abi. Bu da deyir ki, bacın ölüb, mənim də deyir bir xalam öldürüb. Hə, mən də sənin qardaşım. Bundan sonra nə problemin oldu? Gəl mənə dinlə. O da deyir ki, baş üstə deyir. Elə qutarır yəni bu. Yəni və oradakı o bunun cinayətləri, yəni ki, törətdiyi, nə bilim o terror şeyləri, heç birinin yəni ki, üstü bağlanır və demir ki, hə, tamam. Sən amma belə şeylər eləmirsən də. Bunlar cinayətdir. Yəni ki, bunlara sən məsuliyyətini şey eləməlisən, götürməlisən üstünə. Və sən aslında onu şeyin beyninə girməklə verir də. Ki, yəni ki, Meyxala ilə görüşür, danışır. Meyxana deyirlər. Meyxana deyirlər, Meyxala ilə. Orada yəni ki, şey eləyir də, yəni Meyxala dinləyir, belə deyir də, onda başa düşür ki, yəni, böyük güc, böyük məsuliyyət tələb edir. Sən bunu dərk eləməlisən. Bunda sənin də indi bu qədər böyük bir gücün varsa, o onu anlayır ki, yəni mənim çox böyük gücüm var. Yəni hətta Spider-Man-i belə alt-üst eləyə bilirəm. Amma çox insana da bu qədər günahsız insanlara da zərər vermişəm. Onun elə bir ki, tövbəsi olur da bilir. Abi yəni ki, heç nə də gedirlər, elə bil ki, bu dəqiqə Türkiyə siyasətində də aktiv olaraq bilsən də Öcalandan halallaşırlar bu dəqiqədə. Elə bir şey olur da qardaşım. Böyük gücə çünki böyük yanaşmalar, fərqli yanaşmalar gəlir yəni ki. Və bu indi Jean Grey'in yerinə məsələn başqa biri olsa, yəni əllərinə bağlayıb qandalı aparmışdı türməyə. Amma ki bunun böyük gücü var deyə. Məsələ oradadır ki, normalda əgər başqa bir William olsaydı, biz gördüyümüz filmlərdə son necə tutarır? William tutulur, təslim olur, ya ölür, ya nəsə bir şey. Burada bu William belə deyək də, bunu doğru yola gətirəndən sonra özü vurulur, özü ölüm ayağında olur. William bunu xilas edir. Yəni burada bənzər o bundan əvvəl izlədiyimiz filmlərdəki bir situasiyanı yaşamırıq. Tamam fərqli bir situasiya yaşayırıq. Yəni Jean Grey'in də zaten deyir ki, yəni biz bilmirik də indi hardadır, çıxıb gedir. Abi o ayrı. Məsəl üçün o sənin üçün güllə idi, sən də onu xilas elədin. Tamam. Xilas elədin. Ədalət kavramını da sənin Meyxala ilə dialoqdan sonra kavram şey oldu, tövbə elədin. Daha şey eləməyəcəksən. Növbəti uca X-Men filmində sənə göstərəcək ki, Jean Grey gəldilər, X-Menlər o nədir o? Professor Xavierdir, nədir? Gəlir ki, biz şeydir, səni bizə dəvət edir. Bizim kurs X-Menlər məktəbinə götürürük. Hə, oldu qardaşım. Mən də gedim 100 nəfəri öldürüm, sonra tövbə elədim. Yəni ki, o Xavier də qardaşım. O Professor X-dəki, yəni ki, mən Professor X olsam deyərəm ki, qardaş, yəni o yeniyetmələrlə bağlı bir məsələdir. Bu ümumiyyətlə bütün yeniyetmə William düşmənlərin fikir versən filmlərdə, komiksdə olsun, ya nə olsun. Williamdırsa, yeniyetmədirsə, onu sonra da elə bir ki, tövbə elətdirib haqq yola gətirirlər, elə bir ki, və reabilitasiyadan keçir bir növ. Yeni bir məktəbə yazırlar, yeni bir nəyə şey. Yəni o nadir hallarda elə qəhrəmanlar. Dediyim kimi, mən indi Cyberpunk kainatının içli çörləyəm bu aralar. Yəni Edge Runner'a oturdum, təzədən baxdım. Cyberpunk oynayıram. Cyberpunk komikslərini oxuyuram hal-hazırda.
Və Cyberpunk komikslərinin birində indi spoiler verəcəm. Psycho Squad Mənə komiksindən. adiyyəti yoxdur. Kimə istəyirsən ver. Hə. Amma ki, yəni bu arada Cyberpunk komiksləri, yəni ki, o kainata marağın varsa, məncə mütləq oxumalısan, yəni mükəmməldirlər yəni. Hə. Hə. Yəni Cyberpunk kainatında belə, yəni ki, bir dənə uşaq var. Cyber Psychosis deyə bir şey var Cyberpunk kainatında. Baxmısan necə ranırsa? Niyə? Cyberpunk Edge Runner'sa baxmısan sən? Baxmamısan animesinə? Yox, bəlkə baxmışam. Yox, o anime deyirsən. Hə. Cyberpunk. Yox, baxmamışam. Aha. Baxmamsan? Yox. Hə. Yəni Cyber Psychosis deyə bir şey var Cyberpunk kainatında. Və orada bir mövzudur ki, bir uşaq, yəni ki, yəni yeniyetmə də deyil, uşaq Cyber Psychosis keçirdir. Yəni Aha. və bunu indi bəzi insanlar xilas eləməyə çalışırlar ki, uşaqdır. Bəzi insanlar da amma bunu deyirlər ki, uşaq da olsa bu Cyber Psychosisdir, biz bunu öldürməliyik, yəni. Aha. Yəni eyni söhbətə gəlir. Əslində Jean Grey ilə eyni söhbətə gəlib çıxır. Başa düşdün? Bildim Yəni də, ki. onun janrı yenə də deyirəm, o başqadır axı. Amma ki, abi, Razıyam səndən, nə? Yəni Yəni ki, fərqi var. yəni orada axırda şey gəlir də, yəni orada axırda məsələ ora gəlir ki, yəni tamam, bu uşaqda olsa, yəni ki, yəni bu artıq yəni sən bu zəbt eləyə biləcəyin bu bir güc deyil bu. Zəbt eləyə biləcəyin bir güc olmadığı üçün, yəni ki, yəni bu uşağın yəni həyatı digər öldürəcəyi böyük insanların həyatından daha önəmli deyil də uşaq olsa da, başa düşdün? Yəni ki, elə bir yerə gəlib çıxır. Yəni ki, məsələn, onu çox qəşəng izah edir. Elə bir yerə gəlib çıxan şeylərini də göstərir də. Məsələn, əgər bu uşaq cinayətlərdirsə, o cinayətlərini də göstərir. Hə. Sona qədər onu belə deyək də, tövbə eləmir də, belə deyim. Tövbə eləmək söhbəti deyil orada. Hətta yoxdur da, yəni demək istəyirəm. Hə. Hayır, yəni o yoxdur. Bir də ki, olursa, janr fərqli olur da. Onun söhbət başqa bir şey var. Əgər o tövbə edirsə, məsələn, şey nədir o? Spider-Man-dəki kimi, Spider-Man janrındakı filmlərdəki kimi olursa əgər, o zaman orada tövbə söhbəti girir, reabilitasiyadan keçmə söhbəti girir ortaya. Yəni bu uşaq da hələ, bu hələ böyüyəcək, bunun həyatı hələ qabaqdadır, bu yanlış seçimlər eləyə bilər. Deadpool-da necə idi o ikincisində? Orada da cani uşaq da gəlir, gəlir, gələcəkdən gəlir ki, o mənim arvad uşağımı öldürüb gələcəkdə. Mən indi də onu uşaq vaxtında öldürmək istəyirəm falan. Deadpool da deyir ki, yox deyir, bunu deyir, uşaqdır bu hələ, bunu biz gələcəyi dəyişə bilərik. Sonra uşağı doğru yola ölüb ki, çəkir də. O Gumball da bir uşaq olur, personaj olur, yadıma gəlir belə. Videoda belə şeydir. Yəni dediyim kimi abi, yəni bu karakter sırf Jean Grey'dir deyə, yəni ki, mən filmdə heç, yəni ki, mən filmdə zaten gözləmədim ki, bu baş pis adam, yəni villain Jean Grey olacaq. Həmişə gözlədim ki, hə. Yəni ki, mən gözləyirdim ki, altından bir şey çıxacaq. Ona görə də filmə bir zaten şey kimi altından o şey çıxır. Nədir o? Əsl William'ın o şey təşkilatı olduğu çıxır ortaya. Amma onlar başdan bəri bəlli deyildi ki, onların altında nəsə var, amma ki o amma əsas konflikt o heç də. Konflikt əsas Spider-Man-la Jean Grey arasında gedir. Yəni də qardaşım, dediyim kimi, yəni Spider-Man amma bu hekayədə, bu Spider-Man hekayəsində Spider-Man'in sadəcə yan karakter olaraq qalmağı, yəni mənə çox xoş gəlmədi, yəni ki. Başa düşdün? Spider-Man'in yan karakter kimi qalmağı. Bəli. Sənə görə yan karakter kimi qaldı? Hə də bu hekayə qardaş, Jean Grey və Jean Grey'in, yəni ki, başına gələnlər, ondan sonra da Jean Grey'in əslində bir redemption zad da olmadı, başa düşdün? Yəni ki, Jean Grey sadəcə şeylədi, başa düşdü ki, hə, mən başa düşdüm, mən əslində səhv etmişəm, sonra avtobusa mindi çıxdı getdi, yəni ki, heç bir redemption orada görmədik biz, yəni ki, elədiyi hərəkətlərin cəzasını çəkmədi abi, yəni. Redemption nə idi? Bir dənə o tərcüməsi mən deyirəm. Redemption yəni şeydə, türkçəsində bilirəm, kəfarət kimi, başa düşdün, yəni. Kəfarətini ödəmədi yəni. Ödəmədi də abi. Yəni dediyim kimi də Jean Grey kəfarətini ödəyib ödəməyəcəyi söhbəti şey ola bilər ki, biz növbəti filmlərdə bunu görək. O X-Men-lərlə bağlı olan filmlərdə görək. Hətta növbəti filmlərdə nəsə görəcəksə bu filmi onda yəni ki, sən maşa olaraq işlətdin deməkdir. Yəni ki, sən o boyda Spider-Man filmini X-Men-in maşası olaraq işlətdin deməkdir. Mən bunu belə görürəm onda yəni. Çünki zaten elədir.
Hə də. Zaten elə kimi elə başa düşməliydin də sən bir növbədə. Çünki Mən bilmirdim. Mən Spider-Man filminə baxacağam adı ilə getmişəm abi. ya təbii ki, prosta söhbət nədir? Sən Hə. bu Avengers-ı bilirsən, Spider-Man-i bilirsən, bu filmləri, bu qəhrəmanları tanıyırsan da. Sən bu qəhrəmanlardan birinin vasitəsilə yeni X-menlər, yeni personajları görməliydin. Yəni ki, yəni ayrıca X-Men filmi hələ çıxmayıb da. Bu elə bir biz She-Hulk-a baxmısan bilmirəm. Zəhləm gedir serialdan, amma orada əslində X-menləri biz ilk dəfə görürük. Yoxsa X adamlar, o Professor X-in yaratdığı X adamları yox da. Yəni mutantları görürük. Mutant olan insanları görürük. Yəni yeni bacarıqları olan, fövqəladə təbii gücləri olan personajları görürük orada. Ki qız da orada She-Hulk da onların vəkilliyini eləyir. Yəni belə adamların vəkilliyini. Orada bir kişi olur, hətta özünü atır, intihar edir, sonra dirilir, gəlir başqa qadınla evlənir, onunla yaşayır, sonra o qadın onu bezdirir, yenə gedir, özünü atır, öldürür, özünü ölüyə vurur. Yenə ölüm yeni adla gedir, təzədən yenə başqa həyat. Yəni ölümsüz olur da belə bir növ. Onun vəkilliyini falan edir. Abi məsələn bax She-Hulk şeyə gətirmək istəyirəm söhbəti. Yəni orada onu verdilər, amma o serial bəyənilmədi. Abi bu məsələ bilirsən nədir? Hə. Bax She-Hulk dedin. Bu dəqiqə ağlıma gəldi abi. Bu Bruce Banner'ın yanına gedir. Hə. Hə. Əslində She-Hulk'ı tapıb onun yanına getməyi daha məntiqli deyil idi. Niyə? Abi çünki Bruce Banner'ın yəni eləyə bilmədiyi şeyi She-Hulk əslində başdan bəri eləyə bilir. Deyir ki, mən yəni ki, içimdə fərqli bir karakter yoxdur. Mən dizginləyib idarə eləyə bilirəm. Niyə görə? Çünki mən qadınam. Qadın olmaq bunu gerektirir kimi yerdən. Əslində qadın olduğun üçün elə deməyi mənə məntiqsiz gəlir. O da daha çox travma söhbətini mən irəli sürürəm. Əsl məntiqi travma söhbətidir. Ki, Hulk'ın travması var idi axı Bruce Banner'ın uşaqlıqdan, atası ilə anası, originində biz bilirik də. She-Hulk'ın travması yoxdur da. She-Hulk yetkin bir insan da artıq belə deyək də travmalarından zaten müalicə almış əgər var idisə də yetkin bir adamdır. Sadəcə Bruce'un qanı gəlir, onun qanına avariya eləyəndə qatışır, o elə gücü əldə eləyir yəni. Qadın olduğu üçün söhbəti deyil. O mən filmi vəbşə saymıram, o serial bu ümumiyyətlə. Zaten heç kim saymır. Bir dəfə She-Hulk'ın adını eşitmisən sən ondan sonra Marvel'da. Yox, qurban olum, olmasın. Bir də olmasın. Allah. Abi o boyda təsəvvür elə, yəni Daredevil'ın aralarında münasibət var idi. Yəni Daredevil'ın 2 sezon serialı oldu. Bir dəfə belə adı çəkilmədi o qadının. Fikir verdin yəni. Heç yox saydılar yəni. Yəni olmasın da, niyə olsun? Allah. Biraz da pis olur Allah uzaq eləsin. Çünki çox güclü karakterdir də, yəni başa düşdün. Amma eyni zamanda güclü saymıram. Qardaşım da Yelena'dan güclüdür ən azından. Hulk'ın qadın versiyası. Yelena'dan güclü deyə, yəni fikir olaraq güclü deyil. Yəni mən nə edirəm mənim xarakteri ki, gəlir 4-cü divarı qırır, bütün ssenari dəyişir. Abi indi 4-cü xarakteri qırır. Yəni ki, yaxşı, yəni ki Deadpool da var da 4-cü divarda. Abi sən həqiqətən yaxşı ssenaristə o karakteri ver. O razıyam. Heç aktrisanı dəyişməyə ehtiyac yoxdur. Aktrisa məncə qəşəng yaraşır deyə bir şey aldı. Okey, razıyam. Ona razıyam. Yaxşı ssenaristə ver onu, hekayəni sən bir dənə elə çevirsin ki, Rusya yaxşı ssenaristə vermədilər də. Biraz da ideologiyaların zadın qurbanı oldu serial. Neyse abi, biz Spider-Man'dən başqa hər şeydən danışırıq. Hər şeydən danışırıq, Allah haqqında. Neyse, X-Men'ə mən belə başa düşürəm ki, X-Men'ə girişi buradan verdilər. X-Men'in böyük, belə deyək də, əsas heyətinə. İlk girişi buradan verdilər. Onun ardınca da görmədən, yəni film çıxandan sonra başladılar X-Men'ləri bir elan eləməyə. Emma Frost, nə bilim, Storm, sonra nə bilim, Jean Grey, Cyclops. İzləməmişəm heç birini xəbərlərini. Hamısını elan edilər hansı aktyor oynayacaq onları. Abi, yəni ki, bu filmdə gördüyümüz Jean Grey, yəni mənim üçün artıq yəni sadəcə şeydir, yəni Abdullah Öcalandır, başa düşdün yəni. Və halallaşdılar bu ilə. Sırf gücü ilə şey eləyə bilirlər deyə, baş edə bilirlər deyə halallaşdılar. Abi, onu filmi var X-Men'lərin axırıncı filmidir. Onunla elə bir şey X-Men kainatına son qoydular da. Şeydə Sony çəkirdi, yoxsa Fox studiyası da elə bir ki. Çox bərbad bir film idi. Phoenix, Qara Phoenix.
Gerasimov belə idi filmin adı da. Jean Grey idi orada da əsas vilyan. İkinci dəfə idi X-Men filmlərində Jean Grey əsas vilyan olurdu və bütün o X-Men personajlarının yəni heyf elədilər də yəni də. Layiqli bir final eləyənmədilər. Mən filmdən çıxanda, Spider-Man-dən çıxanda konkret 2 dənə şey var idi ağlımda ki, gör yəni ki, Avengers adı kimlərə qalıb, yəni. Bir Kimlərə möhtac oldu? yəni, o boyda təsəvvür elə, şəhərin yarısı donub. Şəhərin yarısı donub və yerə oturub belə basenesində yox, yəni ki, Avengers və təhlükə deyil bu deyir. Yəni hələ də başa düşdüm. Yəni mən onu elə təsəvvür elədim o səhnə. Yəni ki, Amma birinci Spider-Man-də idi də Robert Downey Dəmir adam durub gəldi adam gəmi söhbətində. Görək gəmi parçalanırdı, o hissiyyə gəlir. hə. Ondan əvvəl bir dəfə qarşılaşırlar. O robot gəlirdi elə bir ki. Deyir mən burada deyiləm, mən əslində Hindistandayam falan, belə bir şey. Göstərir Hindistanda toydadır, robotu idarə edir. O gəmi ki bölündü, parçalandı, zat hissəsi var. Yəni o fikir ver. Abi o səhnə həmişə eləyəndə bir dənə onun mimi var. Deyir, "Oh my god, it's Robert Downey Jr." deyir. Həmişə o səhnə ağlıma gəlir, yəni ciddi alamıram. Sənə dəstək olaraq demək istəyirəm fikirlərimə ki, yəni Dəmir adama bax bir dənə gəmi ortadan bölünəndə adam gəlir özü deyir, yenə də burada deyirsən deyir, yenə də hardasa falan deyir. Bu zad açılır, robotun içindən düşür ki, buradayam da. Yəni belə hallarda mən həmişə meydandayam deyir də. Yəni də. Bir o kişiyə bax, yəni ki, bir də Yelenaya bax. Bir də Yelenaya bax. Bir o Nick Fury'yə bax, yəni ki. Bir də bu qadına bax. Gəlirlər məni öldürməyə. Avengers. Yəni Nick Fury'nin filminə də, serialına da baxdın Abi onu apartılla yəni ki, sən canı. Şeydir. Apartılla çox pis. Emily Clark'la oynayır da. Ya mən çatmadı orada Nick Fury orada ümumiyyətlə nə idi? Vəbşə hekayə niyə elə oldu ki? Abi prosta deyiblər ki, Nick Fury'yə də, yəni Samuel Jackson'a da kontrakt bağlamışıq. Serial çəkməliyik. Nə çəkək serial, yəni ki, bu da belə bir şey çəkək də kimi. Sonradan düşünüblər yəni. Birinci temanı qoyub ortaya, sonradan ssenari fikirləşiblər yəni. Bəlkə də sənə bir söz deyim. Nick Fury'nin serialı çox da tutmadı deyə Vision'ın serialını elədilər. Atmana getdi. Hə. Vision serialı gələcək. Vision Quest. Mən onu gözləyirdim. Əslində o maraqlı olmalı. Ağ Vision'ın serialı. Hə. O maraqlı olmalıydı amma. Heyf. Nə maraqlı. Çünki Wanda'nın davamı olacaqdı da elə bir ki, WandaVision şeyinin davamı olacaq, amma Vision'ın Quest olacaq o. Hələ Wanda da çox gözəl məsəl üçün bir nümunədir Redemption-a məsələn. Wanda necə Redemption eləyir orada məsələn? Öz-özünü məhv eləyərək məsələn. Deyir ki, tamam da mən çoxlu ziyan vermişəm insanlara. Bildim də, indi Wanda'nın Redemption-ı şeydir. Özünü qəsd edir. Ki mən özüm ölüm. Redemption 2 cür olur. Ya özünü ölürsən, ya da ki yaxşılıq eləməyə başlayırsan da, ki bundan sonraki gedirsən kimlə pislik eləmirsən, məsələn, onlardan halallıq alırsan. Elə bir şey. İndi biz Jean Grey'in hekayəsini hələ bilirik ki, yəni sən də mən də bilirsiniz ki, yəni bu hələ olacaq. Onun hekayəsi hələ indi başlayır. Hə. Yəni davamında nə olacaq Allah bilir. Şəkərlər verərlər onda da. Spider-Man-də belə bir karakterdir əslində. Spider-Man-i sevirsənsə belə sevməlisən, yəni ki. Amma sırf yenə də yəni Spider-Man hekayəsinin mərkəzində Spider-Man olan bir hekayə izləsəydin və abi biz bir dəqiqə danışdıq əslində. Bütün plot qutardı. 2 saat yarımlıq filmin plotunu 15 dəqiqəyə qutardıq yəni ki. Həqiqətən film çox boş idi abi. Çox boş idi film yəni. Bu şeydir, emosional tərəfinə daha çox köklənmişdilər də. Gəl onu deyək də. Və abi, çünki bu adamın təkliyi, tənhalığına kökləndilər. Onun necə yalnız olduğu, qız onu sevmədi daha, o atval verdi. Dostu ilə bir də final avtokredit səhnəsində biz bilirik ki, orada Nedlə görüşür, Ned onu xatırlayır. Bu arada Nedin onu xatırlamağı, amma qızın onu xatırlamamağını əsaslandırması çıxdı qabağıma. Bilməm, səni qane eləyəcək yoxsa yox. Bilməm, indi səni deyəsən qane eləmir hələ ki. Abi mən başa düşmürəm həqiqətən, yəni ki,
mən şizofrenəm, yoxsa yəni ki, bu insanlar yəni anlamırlar abi. O səhnə belə yaşanmadı. Qaqaş yəni ki, Peter gəldi Nedin yanına. Dedi ki, mən səni tanıyıram. Bu da dedi ki, salam, mən Peter. Düzdür? Aha. Bu sözü işlətdi də, düzdür? Yəni bir iki qaba. Aha. Sonra görüşəndən sonra dedi ki, Peter. Dedi ki, xatırladı Peter dedi. 2 saniyə qabaq Peter, mən Peter demədi zaten bu adam yəni. Peter dedi ya, prosta Peter Parker, yani dostum Peter Parker kimi səsləndirdi onu. Orada yəni sən başa düşürsən ki, ha net xatırladı Peter'in əslində dost olduqlarını. Çünki bunlar uşaqlıqdan dostlar, bir yerdədirlər də. Onun da açıqlamasını bilsən necə verdilər? Mən ondan sonra çıxdı qabağıma. Ki belədir. 3-də axı Nedin gücləri var idi. Magiya zad belə idi. Portal zad açırdı. O portal zad açmaq o gücləri olduğu üçün bunun elə bir ki o sındırması, o cadunu sındırması daha kolaydı yani. Onun hələ o gücləri var yani, qalır üstündədir. Sadəcə ona görə o Peter Parker'i izləyir, o lövhəsi var idi. Hər yerdə onu harda olduğunu göstərir ki, burada, buralarda olub, buralarda olub. Net ağır seyitdi yəni deyirsən abi. Yəni o magiya şeylə məşğul olduğu üçün ağır seyit yəni. Doctor Strange'dən daha ağır seyitdi indi abi. Yəni Doctor Strange xatırlamır Spider-Man məsələn Peter Parker oldu. Doctor Strange'in Spider-Man'i xatırlayıb xatırlamadığını biz hələ bilmirik. Əslində abi, sən necə filmdə demişdilər Strange'in filmində ki, biz belə bir şey elədik Spider-Man üçün. Yəni Spider-Man üçün belə bir şey elədiklərini bilirlər. Amma Peter Parker üçün elədiyib eləmədiklərini elə bir şey danışmadılar orada yəni. O okey də, amma bilir ki, eləmişik də, nəsə eləmişik. Onu bilməyi əsasdır. Onu bilir. O yəni ki, o Peter Parker'in sabah özü gəlib desə falan, onda okey, hamısı yenidən onun üçün qayıdacaq hər şey yerinə. Neysə abi, o filmlər yəni ki, mən artıq yəni bilirəm ki, bu filmdə baş verən heç nə, yəni X-Men-də zaten təzədən bu Jean Grey-i göstərəcəklər, yəni sıfırdan. Yəni çünki X-Men-ə baxan adam heç vaxt düşünməyəcək ki, bu Spider-Man-ə baxıb gəlib. Və ona görə də sırf yəni ki, mən artıq yəni nəysə də özümü 3-cü dəfə təkrar eləmək istəmirəm abi. Keçək bir dənə bu mutasiya söhbətində danışaq. Yəni bağlayaq mövzunu abi. Mənim üçün bir dənə şey o hissəyə keçməmişdən bir dənə şey deyim. Bir dənə sürpriz nə oldu? Treylerdə biz gördüyümüz şeylərin 80%-i elə ilk 10 dəqiqədə baş verdi. Hə. Skorpionla döyüşü, nə bilim ninjalarla o göydə döyüşmələr, bir də axırda döyüşü o başqa. Yəni ki, o 80% deyirəm, yəni. Olan hamısı elə baxır, o şeyə gəlir, o nə deyim. O qədər teoriyalar uydurmuşlar, o gəlir beləncə o belə ölçürlər, aparatın içərisində. Deyirlər ki, maskavı da çıxartmır o səhnə. O adada şirkətə. Orada treylerdə o səhnə kiçik bir fraqment onu qoymuşdular. Onun üstündə bilsən nə qədər teoriyalar getmişdi ki, bu burada Spider-Man-i kimsə onun DNK-sını tapıb, neyinib, belə şeylər yəni uydurmuşlardı özlərindən falan. Akadisi 2-3 saniyəlik bir şeymiş. Üstündən keçdilər, getdilər də, yəni heç önəmli bir şey deyilmiş də, yəni biz prosta şeyləmişik. Mən ümumi olaraq bu filmdə ən çox ləzzət edən şey Hulkla döyüş səhnəsi zadı. O bomba idi yəni. Qəşəng idi abi, qəşəng idi amma orada da yəni ki Punisher gəlib otistikliyi ilə korradda səhnə. Hulk vurursan dala, keçsən bəsdir dala. Gəldi kömək də eləmədi Spider-Man-ə. Dayda Spider Jean Grey-in işini asan daşdırdı dayda. Ya, nəysə, sonu nəticə olaraq Jean Grey tutuldu. Okey. Tamam. Keçərsən mutasiya ədləyətin. Yəni ki, abi, mən belə düşünürəm ki, orada Punisher Jean Grey vurmalıydı sonda. Jean Grey ölməli idi. Bu da olmalıydı Jean Grey'in redemptionu, tamam mı? Spider-Man xilas elədi də onu, eləməsəydi. Spider-Man də şey deyəcəkdi. Hə nəsə bu da getdi, MJ də getdi, yenə tək qaldım. Başa düşdün? Amma eləyəməzdilər o. Eləmədilər. Tamam. Səncə indi abi nədir? Qarşıda bizim X-Men filmləri çıxacağını bilməsəydik ya da onların elə bir planı olmadığı
bilinsəydi. Yəni belə deyək də solo ayrıca yəni Spider-Man kainatı kimi tək bir dənə onun filmləri kimi olsaydı, onda onu sən deyən eləyə bilərdilər odur. Bu Universe'də böyük Mystique nədir o? Avengers, bu X-Men, Fantastic Four, aləm deyib bir-birinə qabaqda da Doom gəlir. Bunlar onu eləyə bilmirlər. Ona görə sən istəyən kimi olma. Yəni tabii. En azından bir işe yarayardı Punisher'ın filmde olmağı. Neyse. O da getdi belə indi görək. Abi bir de bu mutasiya söhbəti. Bu Spider-Man'in mutasiyası və Spider-Man'in sonda bu mutasiyanı necəsə indi necə handle eləməyi deyəcəm də, çox İngiliscə söz işlədirəm. Yəni onun yəni ki nə deyirlər ona? Öhdəsindən gəlməyimi deyək. Öhdəsindən gəlmək yox da, əlinə aldı da, yəni ki, idarə eləməyə başladı yəni. Allah. Hə. Əlinə aldı abi yəni ki, sonra da MJ ona atbol verdi, sonra da əlində qaldı. Buraları kəsərik. Evet, kəsməyə də bilər, yəni nəysə. Ya mutasiya söhbəti şeydir. Əvvəlindən orada replikalarda hörümçəklərin o şeyini deyəndə eləyəndə o robot nə deyir, Eve idi abi. O deyəndə hörümçəklər hətta orada arkada şəraidə filmcat göstərir ki, bu normal bir prosesdir əslində. Yəni bunu sən qəbul etməlisən yəni. Yoxsa insan olaraq heç vaxt hörümçək olmadığı üçün, real hörümçək olmadığı üçün də yəni o mutasiyalar bunun özünə şey gəlir. Bunun ona görə bu qorxulur ondan ki, birdən bu yəni hörümçək tərəfi bunu ələ keçirir. Zaten komikslərdə, animasiyalarda biz bilirik ki, yəni elə bir şeylər də olub, nə deyirlər? Elə bir kainatlar da olub ki, orada hörümçək adam hörümçəyə çevrilib. Monster olub gerçəkdə. Elə bir şeylər də var. İndi mən inanmıram bundan sonraki filmlərdə onu 5-də zətdə onu eləyərlər. Əsas qəhrəman, əsas belə deyək də, o adətən elə bir şey olanda paralel kainatlarda falan olan Peter Parkerin başına gəlir. Əsas kainatda heç vaxt elə bir şey olmur. Olursa da həmişə Spider-Man yəni onun öhdəsindən gəlir də, yəni gücü əlinə ala bilir. Burada da yəni eləncələr. O bilir ki, məsələn bu güc əslində onun öz gücüdür. Yəni onu əldə belə də idarə eləyə bilər. Sadəcə belə deyək, onu yatırtmalı və lazım olanda şey eləmək söhbəti var da, üzə çıxartmalı məsələsi. O onu film boyu bizə deyir ki, yəni bu sonda bu gücdən istifadə eləyəcək. Ki sonda da zaten onu eləyir. O da deyir, nəfəs alır, gözünü açır, gözlər qapqara, başlayıb döyüşməyə zaten. Çünki başa düşür ki, bura qədərki gücü ilə qalib gələ bilməyəcək. Ona bu mutasiya olmuş genetikasındakı güclər lazımdır. Bir də ki, belə bir şey deyirdilər filmdən qabaq. Mənə gəlir ki, bilmirəm, o teoriyanın da təsdiqi oldu ki, Spider-Man əslində o radioaktiv hörümçəyin dişləməsi ilə Spider-Man olmuyor. Bu prosta mutantdır. Sadəcə hörümçəyin dişləməsi onda o mutasiyanı ortaya çıxarır. Yəni zaten onda hörümçək gücləri olacaqmış, amma müəyyən yaşa çatandan sonra da hələ o yaşa çatmıyor da. Hörümçəyin bunun dişləməsi bunu edib ki, o prosesi gücləndirir. Çox zorlama bir şeydi, amma neysə burada yəni. Aşırı biraz zorlama olub. Teoriya kənardan danışıldığı üçün zorlamadı. Filmdə zaten o teoriyanı rəsmən təsdiqləyən bir şey olmadı. Sadəcə elə bir təəssürat mənə gəlir ki, onu təsdiqləyərmiş kimi bir hekayə qatqısı oldu. Bəlkə gələcək üçün, ya 5 filmi üçün, ya da ki Doomsday üçün zaten yer eləyirlər. Orada bunu əsaslandıra bilərlər davamlı olaraq. Yəni ki, deyirsən ki, bu Spider-Man'in Gear 5-i kimi bir şeydir deməlim onda. Gear 5-i deyil də Spider-Man özü X-Men kimidir yəni. Hə. Yəni Gear 5 atacaq elə indi. Oyadacaq deyirsən mutasiyasını. Oyatdı da mutasiyasını oyatdı. Oyatdı da, yəni söhbət. Hə də Gear 5-i kimi. Orada bir dənə şey deyim, Gear 5 deyirsən, bu Gear 5 deyil hələ. Orada videoda, sənədə filmdə deyir ki, hörümçəklər bir neçə dəfə belə şeydən keçirlər. Yetkinlik yaşına çatana qədər. Bu hələ yetkinlik yaşına yəni çatacaq, hələ çatmıyor. Bunun hələ birinci dəyişimidir belə. Dedim, ikinci dəyişimi belə deyim. Hə. Birincisində ərgənlik idi, yeni hörümçək hələ şeydən deyir, yumurtadan çıxdı.
çıxmışdı bu vaxta qədər. İndi o qabıq dəyişdi. İkinci cirdi bu. Gir. Sonra 3 olacaq, sonra 4 olacaq. Hələ 5-ə var yəni. Görək də, yəni. Şimdi deyirsən bir 9 dənə 9 dənə təzə film gələcək elə bunun üstünə. Onu mən demirəm, onu sən deyirsən. Mən elə bir şey eşitməmişəm. Yəni ki 4-5 dəfə deyirsən mutasiyaya uğrayacaq da ona görə. Ay, yedi bilmirik o hansı filmlərdə gələcək. Yəni solo filmində yoxsa ümumi deyirsən, Universe-də deyirsən. Universe filmlərini də qataraq. Hamısı bir yerdə. Hamısı bir yerdə, hə onda 9 ola bilər. Görək hara qədər aparırlar. Nəysə abi. Yəni ki mən artıq qısaca bu mutasiya söhbəti ilə də bağlı bu mutasiyanı idarə eləməyini, başa çıxmağını. Zaten mən filmin ortasında MJ zaten deyir ki, sən bunu bastırmaqla əslində özünə pislik edirsən. Çünki sən öz DNA-nı öz gücündür də, yəni hə, öz gücündür də, özünü niyə şey eləyirsən də, təbii ki. Hə. Nədir? Özün kimi qəbul eləmirsən belə. Axırda bəlli idi ki, yəni ki bu qəbul eləyəcək. Təbii ki, bəllidir, bəlli olmağını. Demirəm eləməsin, amma ki bunu ediliş prosesini biz görmədik. Birdən-birə dedi ki, nəysə, mən bunu çıxardıram, artıq mən bunu idarə edirəm və başlayır eləməyə, yəni ki, o çox sürətli keçdi. Yəni bu qədər uzun, bu qədər belə, yəni ki, yayılmış bir filmdə, yəni ki, ən önəmli hissəni bu qədər sürətli keçməkləri, yəni hara tələsirdiniz ki? Zaten bütün film boş idi da, yayardınız da bunu. Yəni, amma mən heç qane eləmədi. Yəni dediyim kimi, yəni ki, bunlar həqiqətən, yəni filmi niyə sevmədiyim üçün sonradan uydurduğum mən bu filmi sevmədim qardaş, yəni. Bu filmi sevmədim və növbəti Spider-Man filminə də bir gözləntim yoxdur artıq, yəni ki, bu filmi sevmədiyim üçün. Mən əslində bəyəndim. Ona görə mənim üçün pis deyildi. Mən hətta belə deyim, mənim üçün filmin sən də razısan ki, ilk 30 dəqiqəsi, yəni ilk dəfə Jean Grey ilə rastlaşır zat, yəni onun hələ Sadie Sink olduğu ortaya çıxana qədər, daha doğrusu Jean Grey olduğunu bilənə qədər, yəni 2 zaman var, yəni. Amma mən dedim, bu kimdir də, yəni də intriqa yaratmışdı. Babat intriqa. Çox qəşəng idi. Sonluğu da mənə qane elədi. Bir dənə mənə qane eləməyən şey o dostu ilə görüşüb eləyəndə onun kimliyi ortaya çıxır ki, mən falan kəsəm. Peter Parkerəm, o onu xatırlayır. O mənə qane eləməmişdi ki, onu da deyirəm də sonra YouTube'da yoxsa Instagram'da edim mən. Qabağıma onun əsaslandırması bir yaxt danışdım da çıxdı. Oradan şeylədim. Son bir şey də danışaq abi. Danışaq. Jean Grey'in əslində uzaqdan, yəni Peter Parker'a insanlar vasitəsilə çatıb, son anda artıq Peter Parker'da artıq uduzluğunu qəbul elədiyi anda maşınla düz gəlib yanında dayanmağı nə dərəcə yəni ki, məntiqlidir və bunun səncə niyə görə elədi Jean Grey məsələn? Bu günə qədər məsafəsini qoruyub oyla. O mənə də şey gəldi biraz orada. Yəni elə uzaqda qalardın da, niyə ortaya çıxdın? Gəl bir məntiqə otuzdurmağa çalışaq bunu. Onun məntiqi yoxdur. O bir dənə məntiqi var. Yəni tamaşaçı ilə əlaqələndirir o məntiqi. Başqa məntiqi yoxdur. Tamaşaçı deyir ki, bax Spider-Man-in düşməni budur. Hə. Onu bax Spider-Man-lə belə üzləşdirin. Niyə dala? Tamaşaçıya abi göstərə bilərsən də yenə də, yəni uzaqdan otura da göstərə bilərsən də karakteri. Gəlir götürür soxur gözünə də, yəni o razı deyiləm. Tamaşaçının yox, direkt Peterin gözünə soxur. Hə, Peterin də gözünə soxur. Tamaşaçıya güya gözündə bunların rastlaşmağını böyük bir hadisəymiş kimi vermək istəyir. Deyil də, yəni. Mən də bəyənmədim o istədim ki, yəni burada körladınız da. Yəni bura qədər yaxşı idi. Onun Jean Grey olduğunu ortaya belə gəlib gözümüzə soxmanın nə gərəyi var idi? Yəni Spider-Man gözünə niyə soxurdu? Yəni? Hə. Bir də zaten şey nədir belə demək? O gəlir evini gəzir, eləyir, baxanda eləyəndə üzü qara falan kapşonda belə bir adam olduğunu göstərir zad eləyir. Ondan sonra da bir kadrda zaten onun Jean Grey olduğunu, qız olduğunu, Sadie Sink olduğunu biz görürük. Lap ora gəlirsən, yəni ki, bir dənə maska falan taxa bilmirsən üzvə ki, yəni nə bilim görsən. Hə, yəni niyə lazım idi, yəni. Konkret face reveal eləmək üçün o anı seçib rejissorlar kimi, senaristlər.
O yadımda değildi. Onu dedin yaxşıdır. Yəni orada bu boyda Hə. filmdə bəlkə də ən cringe səhnə o idi. Abi ondan daha cringe var yəni ki. Sən başa düşdün ki, Scorpion nəyə lazım idi bu planda? Cidden də yəni. Yəni. Yəni onu prosta yəni sən o boyda şeydə Hə. bu Marvel kainatında başqa güclü bir personaj tapamardın ki, o girsin o şirkətin deyir zatlarına, deyir obyektlərinə falan. Orada sən bacı axtarasan da belə. Sırf Yəni, Scorpionu əlavə eləmək üçün. Hə, Filmə, halka girə bilirdin də, əvvəldən girdin də, göstərdin də. Elə bir dəfə elə halkın bədəninə girərdin. Hə. Rahat onun əli ilə deyir, hər işi görərdin. Halkın qabağında kim duracaqdı? Yəni də. Yəni, Abi Spider-Man orada onun halkın qabağına bəxtəbəxt qarşısına alır. Yəni əgər əvvəlindən halkla girsəydi, yəni şeyə Spider-Man hələ heç onda Bruce Banner'la gedib danışmamışdı, belə də kontakta girməmişdi, eləməmişdi ki, sonra bunlar dalaşanda o "Ha, sən Spider-Man-sən, mən də Hulkam, nə bilim insanlar zərər görür" falan bir haqda bir şey olsun. hə. Abi Təsir adicə, yaratsın. adicə. Yəni ki, sən bu karakteri, yəni sırf Spider-Man-dən, yəni ki, bir problemi var, başa düşdün? Spider-Man-ə xoşlamır da. Mən necə bu filmi sevmədim abi. Bu da Spider-Man-i o cür tipini görüb sevməyib, başa düşdün? Yəni və sırf ona görə Spider-Man-i qıcıqlandıracaq, onu sındıracaq şeylər eləyir, başa düşdün? Onun amma burada konkret Spider-Man bunun qarşısına çıxır deyə, yəni ki, ona görə problem yaradır Spider-Man buna və Spider-Man-i sadəcə itələmək istəyir əli ilə. Ona görə yəni Spider-Man-lə psixoloji şeylər oynayır. Yəni amma gedir Scorpionu seçir, Spider-Man-in düşməni. Gedir nə bilim. Birinci söhbətdə odur da, yəni birinci kimdən gedib o araşdırma eləyirsən? Elə gedib Primo Scorpion niyə də başqa personaj yox idi mi yəni? O şey eləyə bilərdi. O sən dediyin şey, yəni o orada qarşısına Peter Parker çıxdı deyənə ondan sonra gedib məsələn Peter Parkerin şeylərinə qarışsa. Abi adicə o da yox. Sən, yəni sənin əlində belə bir güc var da. Hər kəsin bədəninə ələ keçirdə bilirsən. Düzdür? Hə. Sən o binaya gedib o binadakı kiminsə bədəninə ələ keçirdə bilmirdin, yəni. Elə birbaşa tankla getməyiydin ora, yəni ki, xidmətçi qadınlar. Yox, onların qurğusu var idi. Necə? Əllərində qurğusu var idi. Bacısını necə ələ keçirmişdilər? Onu yadına sal. Hə. O səhnə. O qurğuları var idi deyən, bu özü birbaşa ora gəlib onu şey eləyə bilmir. Yəni gərək kənardan kiminsə idarə eləyərək o güclü bir adamla ki, onlar da ona qarşı bir əllərində bir kozurları olmasın belə. Spider-Man özünə qarşı da bir kozur var idi onların əlində. Hə. Şeydə də var, son döyüşdə də var idi. O girəndə o 5 dənə qırmızı ninja ilə qarşılaşanda da belə əsas. Amma deyir ki, axı 50 metrdən o yana, yoxsa 10 feet nə qədər edir? 10 atdım da. 10 10 atdım söhbəti var idi. Məsələn 10 atdım söhbəti boş söhbətdir də. Yəni 10 atdım deyil onun limiti. O özünə 10 atdım limitin varmış kimi göstərir bitirə. Hə. O sonra şey var. Axırda da görsən ki, biraz da güclənir. Uca 50 də olmur. Neçə kilometr zad olur belə. Manhattandan çıxır New Yorka qədər. Nəysə abi, yəni genişlənə də gedir. Zaten Phoenix gücü hələ bunda ayılmayıb. Gör Phoenix gücü ayılsa nə olacaq? Dediyim kimi abi, yəni mən daha da bəhanələr taparam bu filmin də niyə görə pis olduğunu demək üçün, yəni. Mən qardaş bu filmi sevmədim. Dediyim kimi. Mən bu filmi sevmədim. Sahib abi sevdi. Ayrıca bir dənə short videosu hazırlayarsan, buradakı o mən bu filmi sevmədim cümlələrini yığ hamısını bir yerdə ora bir. Hə. Orada paylaş. Mən bu filmi sevmədim. Yağdan bəlkə bir 100 dəfə dedin. Sevmədim də qardaş. It is what it is də, yəni ki, olanımız budur qardaş. Nəysə, dediyim kimi biz bu filmi indi bacardığımız qədər dəyərləndirdik. Sahib abimə də sağ olsun getdi, iş güc arasında filmə baxdı ki, gəlsin dəyərləndirsin sinə dəftərdə. Bundan sonra da Spider-Man-i kim sevdi və nəyə görə sevdi və kim sevmədi və nəyə görə sevmədi, bunları da kommentlərdə yazın, bilək. Hə. Və Odiseyanı çox istəyərdim biz müzakirə. Prosta Odiseyanı yox abi, Odisseya baxan deyiləm mən. Mən Zendaya limitimi doldurdum. mən də Odiseyanın barəsində o qədər mənfi fikirlər almışam ki. O qədər mənfi fikirlər almışam ki. Uca ona həvəsim qaçıb.
Ya mən illik Zendaya limitim var abi, doldurdum. Ha sən hələ Dune-da da var Zendaya. O hələ. Hələ. Və mənə xahiş edirəm kommentlərdə axota olan yazsın ki, Yelena'dan qabaq Avengers-a girə biləcək neçə adam var? Hamısını sıralayın bir-bir. Əgər gücə görə götürülsə. Qəhrəman. Ay sağ ol abi. Yelena bir dənə qoyara başar. Yox abi, qadına şiddətə yox. Sən bir anlıq dondun deyənə mən sənin cümlənin əvvəlini eşitmədim. Yaxşı, eşidiləcək cümlə deyildi abi. Hə, o da boş. Neyse. Sağ olun, Evet, salamat var olun. qalın. Hələlik. Salavat qalın. Salamat çörün. Hələlik. Sağ olun. Sağ ol.